بسم الله الرحمن الرحيم بسم الله الرحمن الرحيم الحمد لله رب العالمين والصلاة والسلام على أشرف الأنبياء والمرسلين سيدنا ونبينا ومولانا محمد وعلى آله وأصحابه أجمعين رب اشرح لي صدري ويسر لي أمري واhlul uqdatan min lisani yefqahu qawli. Allah Azze ve Celle'nin rahmetiyle uzun müddət əvvəl İbn Battah Əl-Ukbari rahimahullahın İbanətü's Suğra adlı əsərini oxumağa başlamışdıq. Lakin bəzi səbəblərdən, bəzi məsələlərdən dolayı bu əsər yarımçıq qalmışdı. Cəmi 2 dərs edə bilmişdik. Sonra ortaya girən bəzi məsələlər bu əsəri davam etməyə mane oldu. Bugün də Allah Azze ve Celle'nin izniyle bizi bunu müyəssər edən, bizə bunu asanlaşdıran Allah'a həmd edərək bu əsəri oxumağa davam edirik. Cəmi 2 dərs etmişdik. Həqiqətən bu əsər Əhl-i Sünnətin üsulunu, Əhl-i Sünnətin əqidəsini, Əhl-i Sünnətin mənhəcini, Əhl-i Sünnətin bidət əhlinə qarşı mövqeyini maddələr şəklində, qısa və zənginliklərlə dolu maddələr şəklində bəyan edən nadir əsərlərdən, ən gözəl əsərlərdən biridir. Yəni bu əsər, bu şəkildə əsərlərin insanı cəlb etməsinin səbəblərindən, yəni ən azı məni bu əsərə bağlayan səbəblərdən biri bu əsərin maddələr şəklində bənd-bənd yazılmasıdır, qısa olmasıdır. Hansı ki, eyni bu əsər, sonra Hərb bin İsmail Əl-Kirmaninin Sünnə əsəri, İmam Bərbəhərinin Şərh-ü Sünnə əsəri, İmam Acurinin Şəriyyəsi və s. hansı ki, bunlar qısa və zənginliklərlə dolu bir əsərlərdir. Bugün də Allah Azze ve Celle'nin sonsuz rəhməti ilə bu əsəri oxumağa davam edəcək ki, dediyim kimi, həqiqətən bu əsər yarımçıq saxlayacaq, kəsiləcək bir əsər deyil. Olduqca zəngin, olduqca faydalı. İnsan Əhl-i Sünnətin əqidəsini, mənhəcini, üsullarını, bidət əhlinə qarşı mövqeyini əzbərləyə biləcək, əzbərləyib yadında saxlaya biləcək əsərdir. Və bundan sonra İbn Battah rahimahullah davam edərək buyurur ki, növbəti bənddə وَقَالَ sallallahu aleyhi və səlləm يَكُونُ بَعْدَ فِتْنَةٌ يُسْبِهُ الرَّجُلُ فِيهَا مُؤْمِنًا وَيُمْسَى كَافِرًا وَيُمْسَى مُؤْمِنًا وَيُصْبِهُ كَافِرًا إِلَّا مَنْ أَحْيَاهُ اللّٰهُ بِالْعِلْمِ. Allah Resulü sallallahu aleyhi və səlləm buyurdu ki, məndən sonra elə fitnələr olacaq ki, bir nəfər səhər mömin olacaq, axşam isə kafir olacaq. Axşama mömin kimi çatacaq, səhəri isə kafir olaraq açacaq. Allahın elmi ilə diriltdiyi kəslər istisna. Allahın elmi ilə diriltdiyi kəslər istisna olaraq elə bir fitnələr olacaq ki, bir nəfər səhər mömin olacaq, axşama kafir olacaq. Axşam mömin olacaq, səhər kafir kimi oyanacaq. Bu hədisi bu ləfslə İbn Battah Əl-İbanətul Kubrada, İmam Əd-Dərimi Sünəndə, İbn Məcə və Əl-Haravi rəvayət etmişdir. Yəni bu hədis İmam Müslimin Əbu Hüreyrə radiyallahu anhudan etdiyi hədisə də uyğundur. İmam Müslimin Əbu Hüreyrə radiyallahu anhudan etdiyi hədis də bu hədisi dəstəkləməkdədir. Ki, həmin hədisdə Allah Resulü sallallahu aleyhi və səlləm buyurdu ki, qaranlıq gecənin parçaları kimi fitnələr çıxmazdan əvvəl əməl etməyə tələsin. Qaranlıq gecənin parçaları kimi fitnələr çıxmazdan əvvəl əməl etməyə tələsin. Demək ki, fitnələr dövrü insanı əməldən məhrum edən bir dövrdür. Və bizim zamanımız fitnələrlə dolu olduğu üçün insan daima əmələ yönəlməlidir. Daima əmələ yönəlməlidir ki, fitnələr onu əməldən məhrum etməsin və əməli tərk etməklə imandan məhrum olmasın. Və Allah Resulü sallallahu aleyhi və səlləm buyurur ki, əməl etməyə tələsin, həmən vaxt bir kəs səhəri mömin olaraq açacaq, axşam isə kafir olaraq çıxacaq. Axşam mömin, səhər isə kafir olacaq. Dinini dünyalıq bir dəyər qarşılığında satacaq. İbn Battah rahimahullah Əl-İbanətul Kubrada da buyurur ki, artıq biz elə bir dövrə yetişdik ki, dini salamat olan kəs çox azdır. Artıq elə bir dövrə yetişdik ki, dini salamat olan kəs çox azdır. Bunu İbn Battah öz zamanında demişdir. Gəlin ki, siz bizim zamanımızda necədir onda? Allah Azze ve Celle'nin qoruduğu və elmlə diriltdiyi kəsdən başqa kiminsə xilas olması çox çətindir. Allah Azze ve Celle'nin elmlə qoruduğu və
qoruduğu və elmlə diriltdiyi kəsdir. Demək ki, elm çox önəmlidir. Elm başqa bir şeydir, qardaşlar. Məlumat başqa bir şeydir. Elm bir məsələni üsulları üzərə, əhl-i sünnətin qoyduğu qaydalar üzərə, Quran və sünnəti üsullar üzərə başa düşməkdir. Quran və sünnəti əhl-i sünnə alimlərinin qoyduğu üsullar üzərə başa düşməkdir. Bundan o tərəfi isə məlumatdır, elm deyil, dağınıq bir məlumatdır. Yəni elm titiz bir, sanki qatarın reisin üzərində getməsi kimi dəqiqliklə gedilən bir yoldur. Və bu, bizim zamanımızda bunu öyrənmək çox mühümdür. Yəni, arxasınca buyurur ki, Allahın qoruduğu və elmlə diriltdiyi kəsdən başqa kiminsə xilas olmasa çox çətindir. Böyük fitnələr növbə-növdür. Bu fitnələrin bir çoxu bu ümmətin əvvəlində meydana gəlmişdir. Bu dövrlərdə Allahın təqva ilə qoruduğu bir çox kəs bu fitnələrdən xilas olmuşdur. Dinə və dünyaya zərər verən fitnələrin hamısı dövrümüzdə yaşayanlara bulaşmışdır. Dinə və dünyaya zərər verən fitnələrin hamısı bizim dövrümüzdə yaşayanlara bulaşmışdır. Sonra İmam İbn Bəttah rahimehullah növbəti bənddə buyurur ki, və qalə sallallahu aleyhi və səlləm, Allah Resulü sallallahu aleyhi və səlləm buyurdu ki, İnna Allah la yenzi'ul ilmə intiza'an min sudurir rical. Allah elmi insanların qəlbindən söküb almaz. İnsanların sinəsindən söküb almaz. Velakin yaqbudul ilmə biqabdil ulemai. Lakin alimləri almaqla o elmi alır. Alimləri ortadan götürməklə, alimlərin ruhunu almaqla o elmi insanlardan çəkib alar. فَإِذَا لَمْ يَبْقَ عَالِمٌ اِتَّخَذَ النَّاسُ رُؤَسَاءَ جُحَّالًا. Artıq alimlər qalmadığı zaman insanlar cahilləri özlərinə rəhbər seçər. فَسُئِلُوا فَفْتُوا. Onlara sual verərlər, onlar da fətva verər. O suallar üzərinə fətva verir. بِغَيْرِ علم, elmsiz olaraq fətva verərlər. فَدَلُّوا وَأَدَلُّوا. Bununla həm özləri azarlar, həm də insanları azdırarlar. Bu hadisi İmam Buxari və Müslim Abdullah bin Amr radiyallahu anhudan rivayet etmişdir. İmam Bağavi rahimehullah Şərh-ü Sünnədə buyurur ki, mən dinin əlamətlərinin silinməyə doğru getdiyini, öz dövrümüzdəki insanlara nəfslərinin hakim olduğunu, dinin ancaq izinin qaldığını, elmin isə yalnız isminin qaldığını, insanların çoxuna batilin haqq olaraq göründüyünü, cəhalətin elm surətində göründüyünü və bu hədisin insanlar arasında təcəlli etdiyini gördüm. Ki, İmam Bağavi rahimehullah çox əzəmətli bir söz deyir. Buyurur ki, mən artıq bu dinin əlamətlərinin silinməyə doğru getdiyini gördüm. Öz dövründə belə bunu deyir. Ki, insanlar nəfslərinə hakim oldular, dinin ancaq izi qalıb, elmin isə yalnız ismi qalıb. Yəni, insanların çoxuna batil haqq olaraq görünür, haqq isə batıl olaraq görünür. Cəhalət elm surətində görünür. İnsan danışdığı cəhalətdən başqa bir şey deyil, başqaları ona elm danışdığını zənn edir. İnsan ancaq öz fikri ilə, sələfə söykənmədən, Quran və sünnətə dayanmadan, Quran və sünnətin şərhini sələfə dayandırmadan, öz əqli ilə, öz məntiqi ilə, öz ağlı ilə Quran və sünnəti şərh edir, insanlar bunun elm olduğunu zənn edir. Halbuki bu, büsbütün cəhalətdən başqa bir şey deyil. Və buyurur ki, bu hədisin, Allah Resulü sallallahu aleyhi və səlləmin bu hədisin artıq insanlar arasında təcəlli etdiyini gördüm. Yenə İmam Bağavi rahimehullah buyurur ki, Səid bin Cübeyr rahimehullah'a soruşuldu ki, insanların həlak olmasının əlaməti nədir? O isə buyurur ki, alimlərin ölməsi. Abdullah bin Məsud radiyallahu anh buyurur ki, alimlərin ölməsi İslamda açılan bir dəlikdir. Gecə və gündüz bir-birini ardınca gəldiyi müddətcə heç bir şey o dəliyi örtməz. Gecə və gündüz bir-birinin ardınca gəldiyi müddətcə heç bir şey o dəliyi örtməz. Sonra növbəti bənddə İbn Bəttah rahimehullah buyurur ki, və nəhə sallallahu aleyhi və səlləm an qilə və qalə. Allah Resulü sallallahu aleyhi və səlləm dediqodunu, dedi və deyildi, dediqodunu nəhy etdi. Və ida'atil mal və kəsərətis sual. Və malı zay etməyi və çox sual verməyi də qadağan etmişdir. Bu hədisi İmam Buxari və Müslim Muğarə bin Şü'bə radiyallahu anhudan rivayet etmişdir. Yenə İmam Bağavi rahimehullah Şərh-ü Sünnədə buyurur ki, Allah Resulü sallallahu aleyhi və səlləmin
dedikodu sözünün iki mənası var. Hansı ki Allah Resulü sallallahu aleyhi ve sellem qilə və qaləni nəhy etmişdir. Dedikodunu nəhy etmişdir. Buyurur ki, bunun iki mənası var. Bunlardan biri insanların sözlərini araşdırmaq və danışmaq və filankəs belə dedi, filankəs elə dedi deməkdir. Bu qadağan olunmuş haldır. Çünki bu casusluqdur. İkinci mənası isə din ilə bağlı məsələlərdə və dindəki ixtilaflarda qəti bir elmi olmadığı halda filankəs belə dedi, filankəs elə dedi deməkdir. Bir şey haqqında qəti bir elmin yoxdur. Kimin o mövzuya qarşı mövqeyini bilmirsən, özündən deyirsən ki, filan alim belə deyib, filan alim elə deyib. Malın zay edilməsinin mənası isə malın günah olan şeylərə və Allah Əzə və Cəllənin çəkindirdiyi şeylərə xərclənməsidir. Çox sual vermək isə bəzi məsələlər haqqında çox sual vermək, çox araşdırmaq deməkdir. Bəzi məsələlər haqqında çox sual vermək bugün zamanımızın ən böyük xəstəliyi. Yəni, bütün məsuliyyətlə deyirəm, bugün müsəlmanların ən böyük xəstəliyi. Çox sual vermək, onlara lazım olmayan, onları maraqlandırmayan, araşdırmağın, bir nəticəyə gəlməyin heç bir faydası olmayan çox mənasız suallar verməsi. Və buyurur ki, çox sual vermək isə bəzi məsələlər haqqında çox sual vermək, çox araşdırmaq deməkdir. Allah Əzə və Cəllə buyurur ki, sizə açıqlandığı təqdirdə xoşunuza gəlməyəcək şeylər haqqında sual etməyin. Və İbn Battah rahimehullah davam edərək buyurur ki, وَكَانَ sallallahu aleyhi və səlləm يَكْرَهُ كَسْرَةَ الْمَسَائِلِ Allah Resulü sallallahu aleyhi və səlləm çox sual verilməsindən xoşlanmazdır. Bu hədisi İmam Buxari və Muslim, daha doğrusu İmam Buxari Səhil bin Sa'd radiyallahu anhudan rivayet etmişdir. Və nəhə sallallahu aleyhi və səlləm anil uğlutat. Allah Resulü sallallahu aleyhi və səlləm uğlutatdan çəkindirmişdir. Allah Resulü sallallahu aleyhi və səlləm uğlutatdan çəkindirmişdir. Bu hədisi İmam Əhməd, Abu Davud, Təbərani rivayet etmişdir. İbnül Qattan hədisin zəif olduğunu demişdir. Yəni bu uğlutatdan çəkindirmişdir hədisini İbn Qattan zəif demişdir. Ancaq mənası olduqca doğrudur, mənası səhihdir. Və qilə hiyə şiddədül məsail və si'abihə. Uğlutat nədir deyə soruşulduqda deyildi ki, uğlutatın şiddətli və çətin məsələlər olduğu deyilmişdir. Allah Resulü sallallahu aleyhi və səlləm uğlutatdan çəkindirmişdir. Uğlutat nədir? Şiddətli və çətin məsələlər, yəni çətin suallar verərək, şiddətli suallar verərək insanları azdırmaq, alimləri çaşdırmaq, elm əhlini çətin suallar verərək çaşdırmaq. İmam Bağavi rahimehullah Şərh-ü Sünnədə buyurur ki, mənə görə bunun mənası bir alimə çox xətalara səbəb olan çətin suallar vermək və bununla onu xətaya sürükləmək və səhv etməyə çalışmaq olmalıdır. İmam Bağavi nə buyurur? Uğlutat nədir? Deyir, mənə görə uğlutatın mənası bir alimə çox xətalara səbəb olan, yəni elə suallar verirsən ki, alim o suallara cavab verir, xəta edir. Elə çətin, elə qəliz, lazımsız suallar verirsən ki, o suallara cavab verməyə məcbur olur və xəta edir. Xətalara səbəb olan çətin suallar vermək və bununla onu xətaya sürükləmək və səhv etməyə çalışmaq olmalıdır. Elə ağzından söz tutursan ki, sualı verdim, falan cavab verdi. Ya o sualı sən bilirsən, onu yoxluyursan, onun xatalı cavab verməyindən, səhv cavab verməyindən istifadə edirsən, fürsət əldə edirsən və bundan bunu əlində qılınc tutursan, yəni belə bir xəbis, belə bir çirkin bir əmələ başvurursan, çirkin bir əməllə məşğul olursan, belə bir xəbis niyyətini üzə çıxardırsan ki, onu qiyamət günü Allah Əzə və Cəllə göstərəcək, ya da ki, sənə lazım olmayan, bilmirsən və bilməyin də sənə heç bir əhəmiyyəti olmayan suallar verirsən. Buna deyirlər uğlutat. Abdullah bin Məsud radiyallahu anh buyurur ki, sizi çətin suallar verməkdən çəkindirirəm. O bununla incə mənaları olan qapalı suallar verməyə qəsd etmişdir. Çətin suallar verməkdən çəkindirirəm. Bununla hansı incə mənalı olan qapalı suallar qəsd etmişdir. Sən əgər falan şey edirsənsə, sən əgər falan şey yerə gedirsən, orada sənə belə deyirlər, yəni sən ora heç vaxt getməmisən, sən ora getmək ehtimalın da yoxdur, sənə heç lazım da deyil. Sən oraya falan yerə gedirsən, falan yerdə sənə deyirlər ki, sən burada bunu etməlisən, burada buna qol çəkməlisən, burada bu yazı yazılıb, bu yazının üzəri, bu yazının hökmü nədir? Sənə deyirlər bunu belə etməlisən, o sözün hökmü nədir? Ora qol çəkməyin hökmü nədir? Hansı ki, yəni sənin ora getməyin belə, getmə ehtimalın belə yoxdur.
mənasız, çətin, yəni rastlaşmayacağın şeylərlə insanları azdırmaq. Və buna görə İbn Məsud radiyallahu anh buyurur ki, çətin suallar, yəni nədir, çəkindirirəm, o bununla incə mənaları olan qapalı suallar verməyə qəsd etmişdir. Onun bundan çəkindirməsinin səbəbi belə məsələlərin dində heç bir faydasının olmaması və heç vaxt reallaşmayacaq hadisələr haqqında olmasıdır. İbn Battah İbn-i Kubra'da İsa bin Yunusun belə dediyi nəql edir. Uğlutatlar ehtiyac olmayan necələrdir. Uğlutatlar ehtiyac olmayan necələrdir. Yəni necə? Bu necə belə oldu? Bunun belə niyə belə oldu? Necə belə oldu? Suallar verməkdir. Əvzai rahimehullah buyurur ki, Allah qulunu elmin bərəkətindən məhrum etmək istədikdə onun dilinə uğlutatlar dolayar. Allah qulunu elmin bərəkətindən məhrum etmək istədikdə onun dilinə uğlutatlar dolayar. Yəni həqiqətən qardaşlar, təcrübədə də bunu görürük. Yəni elmdən heç bir nəsibi olmayan kəsləri görürsən, elə məsələlərlə məşğuldur ki, ömrünü, gününü elə məsələlərə sərf edib ki, əminliklə bilirsən ki, o onun altından çıxa bilməyəcək. O məsələlərin altından çıxması qeyri-mümkündür, mütləq həlak olacaq. Sanki, həmişə dediyim bir məsələ verirəm. Sanki bir adamın nə fizik qanunlarından xəbəri yoxdur, fizika qanunlarından heç bir xəbəri yoxdur, nə də bir məntiqi yoxdur. Məntiqi düşüncəsi belə, IQ səviyyəsi belə yüksək deyil, çox zəifdir. Sənə Einsteynin fəzada cismin, hərəkət edən cismin ölçüsünün kiçilməsi haqqında teoremi araşdırdığını deyir ki, mən bunu araşdırıram. Yəni, belə bir paradoks bir vəziyyətdir. Ona görə İmam Əvzai rahimehullah buyurdu ki, Allah qulunu elmin bərəkətindən məhrum etmək istədikdə onun dilinə uğlutatlar dolayar. Həqiqətən mən onların insanlar arasında ən az elmə sahib olduqlarını görürəm. Sonra İbn Battah rahimehullah davam edərək buyurur ki, və qalə sallallahu aleyhi və səlləm, utrukuni mə tərəktukum. Sizi tərk etdiyim kimi, siz də məni tərk edin. Sizi tərk etdiyim müddətcə, siz də məni tərk edin. Bu həzi İmam Buxari Əbu Hüreyra radiyallahu anhudan rivayət etmişdir. İbn Rəcəb rahimehullah Cəmi'ül Ulum əsərində belə buyurur, bu çox sual verməyin çirkinliyinə və qınanılan hal olmasına dəlalət edir. Bu çox sual verməyin çirkinliyinə və qınanılan hal olmasına dəlalət edir. İbn Abbas radiyallahu anh buyurur ki, siz gözləyin, Quran nazil olduğu zaman soruşduğunuz sualların hamısının cavabını orada tapacaqsınız. İbn Abbasın sözünün mənası budur ki, müsəlmanların dinləri haqqında ehtiyac hiss etdikləri nə varsa, mütləq Allah Əzə və Cəllə onu əziz kitabında bəyan edəcək və Rəsulü sallallahu aleyhi və səlləm bunu təbliğ edəcəkdir. Artıq bundan sonra heç kəsin sual verməsinə ehtiyac yoxdur. O halda hər bir müsəlmanın üzərinə düşən vəzifə Allah və Rəsulundan gələn xəbərləri araşdırmaq, onları fəhm etməyə çalışmaq, mənalarını düşünmək, bu xəbərlər elmi məsələlərdəndirsə, həmin xəbərlər Allah və Rəsulü sallallahu aleyhi və səlləmdən gələn xəbərlər elmi məsələlərdəndirsə təsdiq etmək, əməli məsələlərdəndirsə bunu bütün gücü ilə əmr olunanları yerinə yetirib, qadağan olunanlardan çəkinmək, bütün düşüncəsini buna yönətməkdir. Bu dinin məqsədi, bu dinin qayəsi Allah və Rəsulunun gətirdiyi xəbərləri araşdırmaq, onu elmi xəbərlərdirsə təsdiq etmək, əməli xəbərlərdirsə ona əməl etməkdir. Allah Rəsulü sallallahu aleyhi və səlləmin sahabələrinin və onlara yaxşılıq üzərə tabi olanların kitab və sünnətdən faydalı elm tələb edərkən halları bu şəkildə idi. Əhl-i rəy fəqihlərindən bəziləri hələ baş verməmiş məsələləri ortaya atmaqla dairəni genişlətdiklə genişlətmişdir. Baş verməmiş məsələlər ortaya atanları imam nə adlandırır? Rəy əhli. Əhl-i rəy fəqihlərindən bəziləri hələ baş verməmiş məsələləri ortaya atmaqla dairəni genişlətdikcə genişlətmişdir. Adətən baş verən hadisələr haqqında da, baş verməyən hadisələr haqqında da danışmışlar. Sonra özləri icad etdikləri baş verməyən hadisələrə cavab tapmaq üçün bir çox çətinliklərə özlərini salmışdılar. Baxın necə də eyni bizim zamanımız. Baş verməyən məsələlərə dal, sonra onların cavabını tapma, onların içərisində, o şübhələrin içərisində, cavabı olmayan şübhələr içərisində boğul, özünü həlak elə. Bunun yeganə günahkarı kimdir? Sən özün. Və buyurur ki, sonra özləri icad etdikləri baş verməyən hadisələrə cavab tapmaq üçün
bir çox çətinliklərə özlərini salmışdılar. Belə məsələlər haqqında mübahisələr edərək vaxt keçirmişdilər. Bunun nəticəsində isə qəlblər bir-birindən ayrılmışdır. Həvalar, kin, boğuz, düşmənlik kök salmışdır. Belə mübahisələrdə adətən qarşı tərəfə qalib gəlmə arzusu, ucalma və təriflənmə istəyi vardır. Halbuki bu Rabbani alimlərin pislədikləri bir haldır. Sünnət də bunun çirkinliyinə və haram olduğuna işarət etmişdir. Bundan sonra İmam Rahimahullah buyurdu ki, وَقَالَ sallallahu aleyhi ve sellem, Allah Resulü sallallahu aleyhi ve sellem buyurdu ki, اَعْزَمُ الْمُسْلِم۪ينَ فِي الْمُسْلِم۪ينَ جُرْمًا مَنْ سَعَلَ عَنْ أَمْرٍ لَمْ يُحَرِّمَ فَحُرِّمَ مِنْ أَجَلٍ مَسْأَلَتِهِ. Allah Resulü sallallahu aleyhi ve sellem buyurdu ki, Müslümanlar arasında Müslümanlara karşı en büyük pisliği eden kəs, haram olmayan bir şey hakkında soruşan ve bu sebeple de hemen şeyin haram edildiği kəsdir. Müslümanlara en büyük pisliği eden kəs kimdir? Haram olmayan bir şey hakkında soruşur ve bu sebeple o haram edilir. Bu hadisi İmam Buxari ve Müslim Sad bin Ebu Vakkas radıyallahu anhudan rivayet etmiştir. İmam Bağavi rahimehullah Şerh-ü Sünnədə buyurur ki, sual vermek iki növdür. Birincisi din ile bağlı bilinmeye ihtiyaç duyulan sual. Din ile bağlı bilinmeye ihtiyaç duyulan sual. Bu icazəlidir və əmr edilmiştir. Allah Azze ve Celle buyurur ki, eğer bilmirsinizsə zikr əhlindən soruşun. Sahabeler de bilmədikləri məsələləri Allah Resulü sallallahu aleyhi ve sellem'den soruşmuş ve Allah Teala bu meselelerin beyanını kitabında nazil etmiştir. İkinci növ sual ise ihtiyaç olmayan lazımsız sualdır. Bu növ sual vermək İslamda pis qarşılanmışdır. Elm əhlinə lazımdır ki, belə suallara cavab verməsin və insanları belə sual verməkdən çəkindirməlidir. Hədisdə qəsd edilən bu növ sualdır. İsrail oğulları onlara asanlıq verildiyi halda inək haqqında suallar verməklə işlərini çətinləşdirdilər. Allah Azze ve Celle de onların işlərini daha da çətinləşdirmişdir. Yəni çox sual vermək, insana lazım olmayan, aidiyyəti olmayan şeyler hakkında öğrenmek, onun için xeyir yox, şərdən başqa heç bir şey değildir. Bununla kifayətlənək kardeşler. Allah Azze ve Celle izin verərsə davam edərik. Sübhanek Allahumma ve bihamdik. Eşhedü en la ilahe illa ent. Estağfiruka ve etûbü ileyk.